Və bir sualım da olacaq sizə sonda. Mən şərhlərə də nəzər salıram, sosial şəbəkədə gedən müzakirələrə də baxıram. Sərdar bəy, sanki bizim cəmiyyət bəhanə axtarır bölünmək üçün. İsraillə Fələstinə görə iki yerə bölünür, insanlar bir-birini təhqir edir. Rusiya ilə Ukraynaya görə bölünürük. Yenə hardasa bir seçki olur, iki namizəd belə deyək qarşı-qarşıya gəlir. Hərəmiz birinin tərəfini tuturuq, yenə başlayırıq bir-birimizi təhqir eləməyə. Niyə belə biz asan və sürətli şəkildə parçalanıb bölünürük? Fələstinlə uzun müddət biz Ermənistanla müharibə vəziyyətindəyik. İran da tutaq ki, Ermənistanı müdafiə edir. Fələstin ərəbləri də erməniləri müdafiə edir. Livan da erməniləri müdafiə edir. Amma bizə gələndə biz İranı da müsəlman dövlət kimi müdafiə etməliyik. Fələstin də müsəlman xalqı kimi müdafiə etməliyik. Livanı da müsəlman xalqı kimi müdafiə. Onda adama deyirlər, bəlkə onlar bizə müsəlman kimi baxmır. Müsəlman kimi baxmırsa biz də onlara müsəlman kimi baxaq. Yox, müsəlman kimi baxılırsa nədir onlar Ermənistan Azərbaycan münaqişəsində bir mənalı şəkildə Ermənistanın yanında durublar. Məsələn, burasınlar ki, onlar bizə nisbətən daha uzun müddət müstəqil olduqlarına görə başa düşürlər ki, birinci növbədə dövlət maraqları əsas götürülməlidir. İran da bunu qəbul edir, elə Livan da bunu qəbul edir, Fələstin də. Biz də dövlət maraqlarımızı əsas götürəndə İsraillə münasibətlərə prioritet verməliyik. Nəinki, təbii ki, İsrailinlə dostumuz, qardaşımız olsa da onun beynəlxalq hüquqa, insanlığa zidd addımlarının əleyhinə çıxmalıyıq. Amma bu əleyhinə çıxmaq İsraillə münasibətləri pozmaq səviyyəsində gəlib çıxmamalıdır. Dost da dosta irad tuta bilər, dost da dostun müəyyən addımların tənqid edə bilər. Azərbaycan bu mövqeni tutmalıdır. Bəzi ölkələrdən fərqli olaraq dünyada gedən prosesləri Azərbaycan dövlətinin maraqları baxımından baxılmalıdır. Vətəndaşlar da məhz bunu dərk eləməlidir. Amma bütünlükdə onu demək istəyirəm ki, Azərbaycan dövlətinin xarici siyasəti düzdür. Biz eyni ilə maraqlarımız uyğun olan dövlətləri və xalqları müdafiə eləməliyik. Bugün Ukraynanı ona görə biz müdafiə edirik ki, Ukraynaya, Rusiya hansı məqsədlə intervensiya edibsə, eyni məqsədi həm Orta Asiya Türkiyə Respublikaları, həm də Azərbaycana və digər respublikalarında eyni məqsədlə təzyiqlər edir. Azərbaycanda Rus dilinin zorla tədris edilməsi, Azərbaycanda məmurların Rus dilinin tələb edilməsi, Azərbaycanda Rus mədəniyyət mərkəzi yaradılması, əslində baxsa Ukraynaya intervensiyanın başqa bir formatıdır. Daha dis yollarına Azərbaycanı işğal eləmək demək. Yaxşı, əgər sən müstəqil dövlətsənsə, müstəqil xalqsan, özünlə eyni qanun olan xalqlarla dostluq eləmək istəyirsən, özünlə eyni inatçı olan xalqlarla bir olmaq istəyirsənsə, onda sən gərək bu Rusiyanın intervensiyasının qarşısına çıxasan. Bu da bizi tələb edir ki, Ukraynanın haqlı mübarizəsinə dəstək verir. Bunu başqa cürə biz davranacaqsa, sabah bizə qarşı intervensiya olanda bir dənə də dost tapa bilməyəcək, bizi müdafiə edən bir dənə xalq tapa bilməyəcək. Ona görə də mən belə düşünürəm ki, bugün Azərbaycanın xarici siyasəti düzdür. Biz Ukraynanı dəstəkləməliyik, İsraillə münasibətləri yüksək səviyyədə saxlamalıyıq, Amerika ilə Azərbaycan maraqlarına uyğun əlaqələri qurmalıyıq, Avropa ilə əlaqələrimizi qurmalıyıq, Pakistan və Türkiyə ilə isə bütün dünyadakı əlaqələrimizdən fərqli bir əlaqələr qurmalıyıq.